ABŞ və Rusiya rəsmiləri Ukrayna ilə bağlı atəşkəs təklifini müzakirə edəcək. Rusiya Ukraynanın Xerson regionuna havadan zərbə indirib, ölənlər var. 22-ci ildə mən tez-tez gedirdim Tariskaya, evləşlərimi daşıdım. İndi isə daha ətraflı. ABŞ və Rusiya rəsmilərinin Rusiyanın Ukraynadakı müharibəsində 30 günlük atəşkəslə bağlı ABŞ-ın təklifini müzakirə etmək üçün Moskvada görüşəcəyi gözlənilir. Kreml cümə axşamı bildirib ki, ABŞ vasitəçiləri Rusiyaya gəlir. Bu çərşənbə günü Ağ Evdən xüsusi elçi Steve Witkov'un Moskvaya gedəcəyini bildirən şərhlərdən sonra təsadüf edib. Biz indi danışarkən insanlar Rusiyaya yollanırlar və ümid edirəm ki, Rusiyada atəşkəs əldə edə bilərik. Çərşənbə günü jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Trump deyib. Ağ Evin mətbuat katibi Caroline Levitt Fox News-a bildirib ki, Milli Təhlükəsizlik müşaviri Michael Waltz çərşənbə günü Rusiyalı həmkarı ilə danışıb. Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Ushakov bildirib ki, 30 günlük atəşkəs Ukrayna hərbçiləri üçün müvəqqəti fasilə başqa bir şey deyil və Rusiya uzun müddətli sülh nizamlamasının tərəfdarıdır. O, ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Michael Waltz-la əlaqə saxladığını bildirib. Martın 12-sində telefon danışığı zamanı Waltz ciddidə Ukrayna nümayəndə heyəti ilə danışıqların əsas nəticələri barədə ona məlumat verib. Ushakov bildirib ki, Waltz-la söhbətində ABŞ və Ukrayna arasında müvəqqəti atəşkəslə bağlı əldə olunan razılaşmaları şərh edib. Mən mövqeyimizi açıqladım ki, bu Ukrayna hərbçiləri üçün müvəqqəti fasilədən başqa bir şey deyil. Başqa heç nə. Biz hesab edirik ki, bizim məqsədimiz uzun müddətli sülh nizamlamasıdır. Biz buna çalışırıq. Bizim tərəfin qanuni maraqlarını nəzərə alan sülh nizamlaması. Hesab edirəm ki, hazırki vəziyyətdə dinc hərəkətləri təqlid edən addımlar heç kimə lazım deyil. O, VGTRK aparıcısı Olga Skabeyevaya deyib. Prezidentin köməkçisi əlavə edib ki, Putin bugünkü mətbuat konfransında bu suala cavab verəcək. Mən sadəcə olaraq ciddidə əldə olunmuş razılaşmalara münasibətimi açıqladım, o əlavə edib. Rəsmilərin cümə axşamı bildirdiyinə görə Rusiyanın gecə hücumları nəticəsində Ukraynanın Xerson bölgəsində ən azı 2 nəfər ölüb. Xersonun qubernatoru Aleksandr Pradukin Telegramda deyib ki, onun bölgəsi Rusiya dronları və mərmilərinin hücumuna məruz qalıb. O, bir nəfərin də yaralandığını bildirib. Rusiya prezidenti Vladimir Putin isə çərşənbə axşamı gözlənilmədən ölkənin qərbində Kursk bölgəsindəki qoşunlara baş çəkib. Qonşu Dnipropetrovsk regionunun qubernatoru Serhiy Lysak deyib ki, Rusiyanın Dnipro şəhərinə hücumu nəticəsində ən azı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Lysak Telegramda bildirib ki, hücum nəticəsində bir neçə yaşayış binasına ziyan deyib. Bəzilərinin pəncərələri partlayıb. Sumi bölgəsinin rəsmiləri cümə axşamı bildirib ki, Rusiya dronları bir sıra qarajın üzərinə düşüb. Onlardan təxminən 20-si yanıb. Ukrayna ordusu cümə axşamı bildirib ki, Rusiya qüvvələrinin atdığı 117 drondan 74-ünü vurub. Ordunun məlumatına görə dronlar Çernixov, Dnipropetrovsk, Xarkov, Xmelnitski, Kiyev, Mikolayev, Odessa, Poltava, Sumi, Vinnitsa və Zaporojye regionları üzərində vurulub. Rusiya Müdafiə Nazirliyi əksəriyyəti Rusiya-Ukrayna sərhədində yerləşən regionlar üzərində Ukraynanın 77 dronunu vurduğunu bildirib. Kaluga regionunun qubernatoru Vladislav Şapşı deyib ki, hücumlar nəticəsində bir nəfər yaralanıb. Sənaye obyektinə, rabitə gülləsinə və elektrik xəttinə ziyan dəyib. Rusiya ordusu Bryansk üzərində dronlardan 30-unu məhv etdiyini bildirib. Region rəsmiləri xəsarət və ya ziyanın olmadığını bildirib. Ordu Rusiyanın hava hücumundan müdafiə sistemlərinin, həmçinin Kursk, Voronij, Rostov və Belqorod üzərində də dronlar vurduğu barədə məlumat verib. Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı gözlənilmədən ölkənin qərbində Kursk bölgəsindəki qoşunlara baş çəkərək əskərlərə bölgəni tez bir şəkildə regionu Ukrayna qüvvələrindən geri almağa əmr edib. Hərbi foruma geyinən Putin əskərlərə deyib ki, o Ukraynanın gələcəkdə hər hansı müdaxiləsinin qarşısını almaq üçün Kursk yaxınlığında Ukraynanın Sumi bölgəsində yeni bufer zonası yaratmağı düşünür. Dünyaya Baxış proqramını izləyirsiniz. Prezident Donald Trump onsuz da gərgin olan ticarət müharibəsini gücləndirir. Rəsmi Ottawa ABŞ-a ixrac etdiyi elektrik enerjisinin qiymətini qaldırmaq planını elan etdikdən sonra prezident Kanadadan ixrac olunan məhsullara rüsumları 2 qat artırmaqla hədələyir. Prezident Donald Trump onsuz da gərgin olan ticarət müharibəsini gücləndirir.
Rəsmi Ottawa ABŞ-a ixrac etdiyi elektrik enerjisinin qiymətini qaldırmaq planını elan etdikdən sonra prezident Kanadadan ixrac olunan məhsullara rüsumları 2 qat artırmaqla hədələyir. Günün sonunda hər iki lider vəziyyəti yumşaltmağa çalışsa da, səhmlər bazarı gərgin olaraq qalmağa davam edib. Bununla belə, prezident hələ də Amerikada istehsal olunan məhsulların sayını artırmaq üçün Kanadaya ilkin 25%lik tarifləri saxlamağı planlaşdırır. Hazırda biz etməli olduğumuz doğru şeylər edirik. Biz iş yerlərini ölkəmizə geri qaytaracağıq və artıq gülüş hədəfi olmayacağıq. Ramon Pereira son 36 ildir Taberna del Alabardero klubunu işlədir. Onun biznesi Covid-19 və Prezident Trump'ın ilk prezidentlik müddətində tətbiq etdiyi tariflərdən keçib. 2018-ci ili xatırlayırsınız və ya 2022-ci ili. Hər şey yaxşı olacaq. Siyasət bir oyundur, elə deyilmi? Dow Jones sənaye indeksi bazar ertəsi təxminən 900 bal geriləyib. Çərşənbə axşamı isə əlavə olaraq 500 bal geriləyib. Bu itkilər Roger Frecheti'nin pensiya fondunda da özünü hiss etdirib. Bütün bu dəyərin tez bir zamanda yox olduğunu görmək həqiqətən çətindir. Fikrimcə, bütün il ərzində əldə olunmuş qazancın çoxu indi yəqin ki, yox olub. İnsanlar tez bir zamanda nəticə çıxarmağa çalışır və hazırda həddindən artıq reaksiya verir. Vaxta ehtiyacı var. 30 gün gözləyin. Görək bu tariflərin və hər şeyin təsiri necə olacaq. Hətta Prezident Trump da fikirlərini dəyişməyə davam edir. Bilmək olmaz elə. Lakin maliyyə analitikləri deyir ki, bu qeyri-müəyyənlik narahat edicidir. İnvestorlar, bizneslər və Amerika istehsalçıları üçün qarşıdan gələn siyasi mühitin necə görünəcəyini müəyyən etmək çətindir. Bu məsələdə əminlik yaratmağın insanlar üçün faydalı olacağını düşünürəm. Prezident Trump tənazüllə bağlı proqnoz verib-vermədiyini soruşduqda, mən bunun baş verəcəyini düşünmürəm deyə cavab verib. Baxmayaraq ki, bir çoxları bu suala cavab tapmaq üçün səhmlər bazarındakı vəziyyəti izləyir. Və sonda, Ukraynada 3 ildən çoxdur davam edən müharibə ölkənin cəbhə xəttinə yaxın şəhərlərini yerlə bir edib, minlərlə insanı doğma yurt yuvasından didərgin salıb. Bu müharibənin təsirinə məruz qalanlar arasında uzun illərdir Ukraynada yaşayan Azərbaycanlı ailələr də var. Ukraynadan müxbirimiz Seymur Şixalevin reportajını təqdim edirik. 22-ci ildə mən tez-tez gedirdim Tariskaya, ev eşlərimi daşımaya, orada biznesinin bəzi amanatlarını daşımaya gedirdim tez-tez Tariskaya. Bir dəfə də mənim yerlim elçinin maşınını götürmüşdü, onda Sprinter Mercedes maşını idi. Deyək ki, eşimizi çox götürək. Onunla getdi, yükləmişdi, təzə Tariskadan çıxmışdı elə. Qradla, bombayla şəhəri bombalamaya başladılar. Bizim qabağımızda gedən Deolanası maşınına düşdü. Orada bütün ailə məhv oldu. Askollar bizim maşının pəncərələrini, qapılarını deşmişdi. Bizi Allah Taala elə bir qorudu. Ukraynada 3 ildən çoxdur davam edən müharibə cəbhə xətti boyunca yerləşən onlarla şəhəri xarabalığa çevirib. Rusiya ordusunun əsas hücum hədəflərindən biri olan Toretsk şəhəri də belə şəhərlərdən biridir. Əslən Azərbaycanın Masallı rayonundan olan Həşimov Səyyar 30 ildən çoxdur ki, Ukraynada yaşayır. Səyyar bildirib ki, geniş miqyaslı işğal başlayana qədər Donetsk vilayətinin Toretsk şəhərində yaşayıblar. 14-cü ildə birinci müharibə vaxtı bizim şəhərimizə separatistlər daxil oldu. Mən onda uşaqlarımla, ailəmlə şəhəri tərk edib Zaporizhzhia oblastı Melitopol şəhərinə getdi. Orada 3 ay, 4 ay yaşayandan sonra bizim şəhəri Ukrayna armiyası azad elədi. Biz yenidən Tariskaya qayıtdı. 22-ci ilin fevralına kimi Tariskada yaşamışam. Toretsk şəhəri cəbhə xəttinə yaxın olduğundan müharibənin acı nəticələrini daha çox hiss etdirib. Səyyar Həşimov Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı işğalının başladığı anı belə xatırlayır. 22-ci ildə fevralın 23-də ad günüm idi. Uşaqlar da ailəmiz yığılmışdı, mənim ad günümü qeyd edirdi. Uşaqlar ailə həmisi bir yerdə idi. Axşam səhərə yaxın saat 4-də atışma səsinə oyandı. Eyvana çıxdım, gördüm şəhərin bir tərəfi yanır. Güclü bombalaşma başlayır. Biz də tez bazar 1-2 gün əvvəşlərimi yığdım, uşaqlarımı götürdüm, gəldim Krivoy Roga. Səyyar ailəsi ilə birlikdə müharibə bölgəsindən xeyli uzaqda olan Krivoy Rog şəhərində yaşasa da, övladlarının daha yüksək təhsil almaları üçün qismən Kiyevdə də məskunlaşıb. Eyni zamanda o gələcəyə nikbin baxdığını və tezliklə sülhün bərqərar olmasını arzuladığını bildirib. 22-ci ildə dövlətin köməkliyinin əsasında Krivoy Rogda öz biznesimi qurdum, öz işimlə başladım məşğul olmaya. Uşaqlarım da 6 ay mənlə orada yaşadılar. 6 aydan sonra ailəmizdə məsləhət gördü ki, uşaqların gələcəyi üçün Kiyev yaxşıdır. Uşaqlar Kiyevə köçdülər. Onlar 3-ü indi Kiyevdə institutda oxuyur. Balaca da Kiyevdə idman məktəbində oxuyur. Kiyevdə yaşayırlar. Burada onlar üçün də kvartira sinimat edirik. Özümüz də ayda bir həftə gəlib onlarla, 2 aydan bir gəlirib onlarla bir yerdə qalırıq.
Özümüz isə hələ də Krivorovda yaşayırıq. Tezliklə müharibə qurtarsın, əmin-amanlıq olsun. Biz də azad yaşayaq, uşaqların gələcəyi üçün, xoşbəxt həyatı üçün müharibə nə qədər tez qurtarsa, o qədər də yaxşıdır. Əslən Azərbaycanın Şuşa şəhərindən olan Həsənov Natiq ailəsi ilə birlikdə 36 ildir Ukraynanın Toretsk şəhərinin New York qəsəbəsində yaşayıb. Müharibə başlayandan bəri, yəni 3 ildən çoxdur ki, o ailəsi ilə birlikdə Kiyev şəhərində məcburi köçkün kimi məskunlaşıb. Müharibə başlayandan sonra mən ailəmi götürüb çıxdım Kiyev şəhərinə. Ukraynanın paytaxtı. Neçə ildir əzabla, əziyyətlə, öz əlimə zəhməti ilə ev eşik qurub, yaratdım ailələr, balalarım üçün şərait. Hamısı onlar bir dəqiqənin içində, bir saniyənin içində yoxa çıxdı. Bir dənə evin, bir dənə bünövrəsi qalıbdı. Bir dənə də arzumuz odur ki, müharibə tez qutarsın, bizim balalarımız xoşbəxt yaşasın. Bir də bu müharibəni heç vaxt qayıtmasın Ukraynanın torpağına. Ukraynanın Toretsk şəhəri Rusiya ordusu tərəfindən demək olar ki, yer üzündən silinib. Evləri dağıdılan şəhər sakinləri təcavüz nəticəsində hər şeylərini itirərək məcburi köçkün olublar. Onların bir hissəsi Avropaya üst tutub, digərləri isə Ukraynanın nisbətən sakit bölgələrində məskunlaşıblar. Kiyev şəhərindən Seymur Şıxəliyev və Ceyhun Şüküroğlu, Amerikan səsi üçün. Bugün dünyaya baxışda sizə çatdıracaqlarımız bu qədər. Proqramlarımızı amerikansəsi.org veb-saytımızdan izləməyi unutmayın. Ən son məlumatları bizim Instagram hesabımızdan da əldə edə bilərsiniz. Amerikanın səsi azad mətbuata çıxışı məhdud olan auditoriya informasiya çatdırmaq üçün bütün sosial media vasitələrindən aktiv şəkildə istifadə edir. Instagramda bizi Amerikan səsi yazıb izləyə bilərsiniz. Bundan əlavə bizi Telegram kanalında da izləməyi unutmayın. Gündəlik xəbərlər və məlumatlar digər sosial media vasitələri ilə yanaşı Telegram kanalında da aktiv şəkildə yayımlanır. Telegramda VOA Azərbaycan axtararaq kanalımıza abunə olmağı unutmayın. Amerikan səsi efirindən mən Fərid Ordiyev sizlərə sağollaşıram. Hələlik.